Çempionlar Liqasının özünü göstərən Qarabağ Avropa adını yazdırdı, hörmət qazandı. Amma bugün qarşısında bu sezon dayanmadan gələn, səssiz mesaj verən Sabahdır. Bit çanında hər şey sıfırlanır. Uğur var Sabah, uğur var Masazır. Salam dostlar, əgər bu video 2026-cı ildə baxırsınızsa, sizi yeni il münasibəti ilə təbrik edirəm. Əgər 2025 isə hələ də sizi qarşıda gələn yeni il münasibəti ilə təbrik edirəm. Həmçinin yeni videoda çox da deməmişəm, amma mən Xəyal Əliyev üçün belə bir hədiyyə hazırlamışam. Videonun sonunda Xəyal Əliyevin özünə o hədiyyəni verdim. Sizə xoş izləmələr arzulayıram. Uğur var. Salam dostlar, mən sizi Sabah Stars kanalında salamlayıram və bugün 2025-ci ilin daha doğrusu son videosudur. Mən o səbəbdən Sabah azarkeşlərinə braset hədiyyə eləyəcəm. Deməli ilk adam görürük, Sabah tutursunuz. Mən Sabahın azarkeşiyəm. Bu sizə hədiyyə. Çox sağ olun. Oldu, növbəti azarkeş axtarırıq. Tamam. Necə? Tamam qardaş. Salam aleyküm. Buyurun. Çox sağ olun. Sağ olun. Növbəti Sabah azarkeşi. Çox sağ olun. Çox sağ olun. Bəli, Sabah tutursunuz. Oradadır kassa. Sabah tutsan. Ha, sən hədiyyə. Sabah şərtdə var. Tutsan. Al bu da sən. Sabah tutursunuz. Bəli. Buyurun sizə. Bu da sizə. Bu da sizə. Mən istəmirəm. İstəmirsiniz? Taparsan da. Məndə var idi. O da o başqasını taparıq. Sabahlı kim var? Sabah tutursunuz. Buyurun. Sədiyyə. Çox sağ olun. Beləliklə bütün brasletlər bitdi. Ümumi 10 dənə hədiyyə verdim Sabah azarkeşlərinə. Yəni çətin qarşılaşma keçəcək hər iki tərəf üçün. Düşünürəm ki, Sabahın bugün şansı var. İlin əvvəlindən bəri yaxşı sistem qurublar. Düşünürəm ki, Sabah qalib gələcək. Sözümlər üçün mən aslında çox həyəcanlıyam bugün. Sizdən bugünkü oyunun nəticəsi haqqında fikirləriniz çox mənə maraqlıdır. 2-1 Sabah. Tək elə olsun. Oyun startına cəmi 10 dəqiqə qalıb və biz artıq media zonada yerimizi tutmuşuq. Uğurlar. Bugünkü oyun haqqında düşüncələriniz nədir? Bu gün yalnız qələbə düşünürük, çünki Sabah buna layiqdir. Komandamızı dəstəkləyirik sonuna kimi. Balıdan, Dinaqdan! Telefonum düşdü. Çox təəssüf olsun. 9-cu dəqiqə Qarabağ hesabı açır. Yenidən cərimə zərbəsi qazandı Sabah. Qaldırdı. Lepinitsa Sovet. Nikel. Olmadı. Baluda keçdi. Mateosu. Baluda. Ay. Sadəcə indi fikir verdim ki, mən telefonum yerdən düşmüşdü. Masazırda hava sözün əsl mənasında həddən artıq çox soyuq oldu və
kurtka geyinmək qərarına gəldim. Qarabağ niyyətində məcburi zamin gördük. Johnny Mantel meydandan uzaqlaşdırıldı. Möhtəşəm atırma. Aron Maluda və Bəxlum. Oyun həddən artıq çətin gedir, amma biz ruhdan düşmürük. Təbii ki, çünki bu sabahdır. Bu elə komandadır ki, Qarabağ hətta 120-ci dəqiqədə belə qol vurmağı bacarıb. Vur! Ay 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 ay. Möhtəşəm Ahmet Mikels. Mikels topladı. Mikels geri. Simic! Simic! Aa! ...44-cü dəqiqə və hər iki tərəfdən şəhidlər ölməz vətən bölünməz şüarını eşidirik. Göydən Mikels! Səsim batdı. Və birinci isə bitdi. Çox yaxınıq qol vurmağa, amma bu qolu tapa bilmirik. Və indi yenidən hücuma düşürür. Lepinitsa və Mikels vur bunu, xahiş edirəm. Sabah hesabı 1-1 edir. Çoxdan gözlədiyimiz qolu oyunun 52-ci dəqiqəsində tapdıq. Xaybullayev. Simic. Maluda. Dostlar, mən də aldadım ki 3-4 dəqiqədə mikrofonsuz idi, mikrofon yerə düşmüşdü. Cəfərquliyevdən qapı qarşısına göndərilən top. Başla zərbə! Və Bokatilov! Möhtəşəm seyv! Son dəqiqədə və... İsayev hücum davam edir. Və hakimin qərarı. Hakim qapıdan zərbə deyir. Qayda... Və bu baş verdi! Bu baş verdi! Buyur. Sağ ol qardaşım. Sağ ol. Və həva da hədiyyəni təqdim elədim. Bugün bütün planlar yerinə yetirildi. Sizdən bugünkü oyunun nəticəsi haqqında fikirləriniz çox mənə maraqlıdır. 2-1 Sabah. 2-1 Sabah.
we are working for. We see the end of the season, Sabah champion. It's a long season till ahead, so let's see. So it's just like a momentum. So let's go in the winter break with as the first place, and then we will see. So right now you are the leader, the top scorer of Azerbaijan League. What do you feel about it? Since already 2 weeks. But yeah, it's good, good feeling, but it's all about the team effort. So if I can score goals for the team, like I said last week, then I'm very proud. I'm so proud of you. You are the best player in Azerbaijan. Congratulations, my brother. Thank you, Congratulations. thank you.